Salam uşaqlar, hər vaxtınız xeyir. Mən EMAŞEM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səfxanov. Mən bugün sizlərlə feilin qrammatik məna növlərinə toxunmaq istəyirəm. Nədir feilin qrammatik məna növləri? İlk öncə ona baxaq. Uşaqlar, feilin qrammatik məna növləri subyekt və obyekt arasında olan qarşılıqlı münasibət əsasında yaranır. Subyekt və obyekt. Nədir subyekt, nədir obyekt? Subyekt deyəndə iş görən, yəni işi yerinə yetirən. Obyekt deyəndə üzərində iş icra edilən. Məsələn, deyirəm ki, mən gəldim. Burada belə nömrə yazın. Mən kitabı götürdüm. Sadəcə subyekt obyekt izah edirəm hələ ki. Götürdüm. Kim? Mən kitabı. Üzərində iş icra olunan əşyam kitabdır. İşi görən isə mənəm. Deməli, burada mənim olacaqdır xəbərim nə? Götürmək feili. Götürmək feili burada nə ilə əlaqəyə gedib uşaqlar? Üzərində iş icra olunan əşya ilə. Eyni zamanda işi icra edən insan isə kimdir? Mənim. Demək, biz subyekt deyəndə iş görən, obyekt deyiləndə üzərində iş icra olunan əşyanı nəzərdə tutmalıyıq. Yəni, bu şəkildə biz anlamalıyıq. Feilin qrammatik məna növlərində də bu xüsusiyyətləri nəzərə almalıyıq. Subyekt və obyektin qarşılıqlı münasibətinə əsasən formalaşır bu əlaqə. Feilin qrammatik məna növlərinə başladıq. Dedim ki, subyekt obyekti izah elədim sizə. Bəs deyə bilərsiniz ki, müəllim, subyekt həmişə mübtəda olur. Yəni, iş görənimiz həmişə bizim mübtəda rolundan mı çıxış edir? Xeyr, uşaqlar. Məsələn, mən sizlə indi məchul növdən danışacağım. Ona gələndə biraz daha dərindən anlaya bilərik. Deyirəm ki, maşın satıldı. Satıldı. Nə? Maşın. Gördünüz burada uşaqlar? İş görən deyil. Obyekt. Yəni, obyektimiz bizim mübtəda rolunda çıxış etdi mi? Məchul növ feillərdə bunun baş verməsi, yəni adi bir haldır. Deyirsiniz ki, subyekt həmişə mübtəda olmaya bilər. Subyekt mübtəda bəzən üzərində iş icra olunan obyekt olmalıdır. Bu məqamı da yadımızda saxlayaq. Qrammatik məna növlərini izah etmədən öncə mən sizə bir şey xatırlatmaq istəyirəm. Qrammatik məna növlərinin şəkilçiləri leksikdir. Deməli, şəkilçilərimiz nə olacaq? Leksik şəkilçilər, söz düzəldici şəkilçilər. Daha sonra 3 dənə xüsusiyyəti nəzərimizə almalıyıq burada. Birinci, məna vəhdəti. Yəni, məna vəhdəti olmalıdır. Yəni, mənanı biz orada öz əksini tapdığını görməliyik. Həmin məna növünə uyğun məna feildə əksini tapmalıdır. İkinci, şəkilçi olmalıdır. Şəkilçi mütləq şəkildə olmalıdır. Üçüncü isə uşaqlar, feildən yaranmalıdır. Feildən düzəlməlidir. Bu 3 dənə xüsusiyyətin üçünü də biz ödəsək, hər hansı bir məna növünü yaratmış oluruq. Amma bunlardan birində ödənməmiş halı baş versə, bu zaman onu hansı qrupda atırıq? Onu məlum növ qrupuna atırıq. İndi gələk, nəyə görə məlum növə? Gəlin məlum növdən danışaq. Uşaqlar, məlum növə başlayanda mən sizə deyim ki, məlum növün xüsusi bir şəkilçisi yoxdur. Deməli, məlum növ xüsusi bir şəkilçi ilə əmələ gəlmir. Gəlin, bura yazaq, məlum növ. Deməli, bura yazaq, məlum növ. Xüsusi şəkilçimiz, yazıram altından, şəkilçisi yoxdur. Daha sonra, uşaqlar, məlum növ şəkilçisi olmadığına görə biz rahatlıqla deyirik ki, quruluşuna görə sadə, quruluşuna görə düzəltmə və quruluşuna görə mürəkkəb ola bilir. Biraz tez-tez yazıram, xəttim səliqəsizdir. Sadə, düzəltmə və mürəkkəb ola bilir quruluşuna görə. Yəni, biz digər məna növlərində şəkilçi ilə düzəltdiyimizə görə bu sadəni deməyəcək. Amma məlum növdə bunu deyirik. İkinci bir xüsusiyyətimiz uşaqlar, biz demişdik ki, digər məna növlərinin hamısı mütləq feildən yaranmalıdır. Amma bu feildən yaranmaya bilər. Bu necədir?
Məsələn, deyirəm ki, uşaqlar, mən digər məna növünü yaradanda mütləq şəkildə feildən əmələ gətirməliyəm. Əks təqdirdə onu mən növ kimi götürməyəcəm. Mən onu atacağam hara? Məlum növün qrupuna. Çünki hər hansı bir xüsusiyyəti ödəməsə, artıq mənim növümü formalaşdırmış olmur. Və mən onu bu xüsusiyyətlərə cavab vermədiyinə görə məlum növün qrupuna ayırıram. Məlum növün qrupuna əlavə edirəm. İndi baxaq görək feildən yaranmaq məsələsi nədir? Məsələn, deyirəm ki, qaraldı. Onun rəngi qaraldı. Aha, qara, qaral, qaraldı. D isə bizdə şüudi keçmiş zamandır. Siz nə deyəcəksiniz? Deyəcəksiniz, müəllim sifətdən əmələ gəldi. Sifətdən əmələ gəldiyinə görə biz bunu hansı qrupa ayrı etdik? Məlum növ qrupuna. Deməli, məlum növdə həm adlardan, həm də feillərdən yarana bilər. Məlum növün şəkilçisi yoxdur. Məlum növ həm adlar, həm də feillərdən yarana bilir. Aha. Yarana bilir. Bu qaydamızda mənə elə gəlir ki, tam şəkildə bizə aydın oldu. Daha sonra keçək məhçul növə. Baxaq görək uşaqlar məhçul növləri. Artıq məhçul növdə bu dediklərimizin heç birini sadalanır. Bu dediklərimizin heç birini demirik. Nəyə görə? İndi görək nəyə görə. Uşaqlar, məhçul növün xüsusi qrammatik şəkilçisi var. Yazaq bura. Məhçul növ. Aha, məhcul növün xüsusi qrammatik şəkilçisi var. Il 4 variantlı, ın 4 variantlı, bəzən də bu şəkildə də olar. Məsələn, məhcul növ nədir uşaqlar? Məhcul növ deyəndə nə başa düşürsünüz? Məhcul növ feillərdə obyektimiz, bayaqları dediyim qayda, obyektimiz gəlib mübtədanın yerində çıxış edəcək. Məhcul növdə hər hansı bir iş var ortada. Sadəcə o işi kimin gördüyünü biz bilmirik. Yəni, işi görən adamımız məhculdur. Biz bilmirik o işi kim görüb. Amma ortada bir iş görülüb, bir iş var. Məsələn, deyirəm, torpaq əkildi. Aha, əkil. Gördünüz il şəkilçisini. Da şəxs sonluq, yəni şüudi keçmiş zamanımız. Əkildi. Nə? Torpaq. Üzərində iş icra olunan obyektin mənim gəlib nə oldu? Mübtəda vəzifəsində çıxış etdi. Biz buna rahatlıqla məhcul növ deyə bilərik. Deyərsiniz ki, müəllim, il şəkilçisi var. Daha sonra ək feilindən yaranıb. Ək feilindən yaranıb. Aha. Eyni zamanda məna və tətidə varmı? Bəli, əkildi. Nə? Torpaq. Kim əkib? Bilmirəm kimin əkdiyini. Demək, bu xüsusiyyətlərin də öz əksini tapdığına görə mən rahatlıqla buna məlum növ deyə bilərəm. Bəs deyərsiniz ki, müəllim, nə olsun məlum növdür? Biz ona subyekt artıra bilərik, yəni işi icra edəni bura gətirib qoya bilərəm. Bəli, qoya bilərsən. Məsələn, deyirəm, torpaq əkinci tərəfindən əkildi. Tərəfindən əkildi. Aha. Əkinci tərəfindən və bu tərəfindən qoşmalı sözü mən gətirib qoyacağam. Sadəcə olaraq o yenə də mübtəda olmayacaq. O nə olacaqdır? O, mənim tamamlıq vəzifəmdə çıxış edəcək. O nümunəni mən sizə yazmaq istəyirəm. Bir məqamısını nəzərinizə çatdırmaq istəyirəm. Bax, deyirəm ki, eyni nümunəni yazıram. Torpaq, əkinci tərəfindən əkildi. Aha, əkildi. Nə? Torpaq. Kim tərəfindən? Əkinci tərəfindən. Gördünüz, işi görəni mən gətirib bura qoymuşam. Amma mən onu mübtəda demirəm. Mən ona tamamlıq kimi yanaşıram. Mübtəda mənim olacaq üzərində iş icra etdiyim obyektim. Aha, bu yadımızda qaldı. Çox zaman uşaqlar deyirlər ki, müəllim, bəs siz bura gətirdiniz, qoydunuz işi görəni. Artıq məlum oldu da proses. Artıq işi kimin icra elədiyini mən bildim. Axı məhculda deyildik ki, biz işi icra edən adamı tanımırıq, bilmirik. Artıq tanıdıq da. Nə olsun uşaqlar? Mən yenə əks sözün kökü. Üstə gələk. Il, il, ul, ül. 4 variantlı şəkilçini burada görürəm. Eyni zamanda mənim bu əkinçim mübtəda vəzifəsində deyil ki, tamamlıq vəzifəsindədir. Deməli, o aktiv mübtəda olmadı. Pasiv şəkildə gəldi, tamamlıq kimi cümləyə girdi. Tərəfindən qoşmasının köməyi ilə gəldi, cümləyə girdi. Və mən bütün bunları dediyimə görə, il şəkilçisini gördüyümə görə, yenə də mən nə deyəcəm? Bu cümlədə hansı feil var deyəndə məhculdur.
məchul növdədir deyəcəm. Yəni bu qaydanı birmənalı şəkildə yadımızda saxlamalıyıq. Əgər başqa bir nümunə olsaydı, məsələn desəydim ki, əkinçi torpağı əkdi. Aha, əkdi kim? Əkinçi nəyi? Torpaq. Siz obyektin gəlib bu cümlədə tamamlıq olduğunu gördünüz. Siz burada iştirak etməyən, belə deyim də, tərəfindən qoşmasıyla bərpa olunan subyektin, iş görənimizin gəlib burada mübtəda olduğunu gördünüz. Eyni zamanda o feilin üzərində də siz heç bir qrammatik əlamət görmədiniz. Artıq bu halda siz ona məlum növ deyə bilərsiniz. Yuxarıdakı bu vəziyyətdə siz ona heç bir halda məlum növ deyə bilməzsiniz. Buradakı ıl əlaməti, buradakı torpaq mübtədası artıq bizə nə edir? Deyir ki, bu məchul növdür, elə məchul növ olaraq da qalır. Başa düşdük bu qaydanı. Bu qaydanı anladıqsa, mən keçirəm sizlə nəyi danışmağa? Mən keçirəm sizlə danışmağa şəxsiz növdən. Bir də məchul növdə onu da qeyd edeyim. Ümumi hamısını da qeyd eləmişəm, sadəcə xüsusi olaraq da vurğulayım ki, məchul növ feillər yalnız və yalnız feildən əmələ gəlir. Yəni başqa bir adlardan yaranması kimi bir hal ola bilməz. Təkcə məlum növdə görmüşük biz onu. Digər növlərdə biz elə bir halla heç bir yerdə qarşılaşmayacaq. Yəni məlum növdən başqa digər növlərin hər biri feillərdən yaranmalıdır. Kökü demirəm, feillərdən əmələ gəlməlidir. Yəni son leksit feilin üzərinə artırılmalıdır. Keçək yazaq nəyi? Şəxssiz növ. Şəxssiz növ. Deyəcəksiniz, müəllim, şəkilçini niyə silmədiniz? Çünki şəkilçi yenə də olduğu kimi qalır. Il, ın, n. Bunlarla düzəlir yenə də. Sadəcə olaraq onların fərqi var uşaq. Şəxssiz növ işlənən cümlələrimizdə, yəni xəbər rolunda iştirak edən cümlələrimizdə mübtəda olmurdu. Mübtəda olmayacaq. Bayaqları biz məchul da yaratdıq bu şəkilçilərlə. Məchul növ kimi işlənəndə mənim orada obyektim gəldi mübtəda rolunda çıxış elədi. Amma artıq şəxsiz növlərdə isə mübtədadan istifadə etmirik. Yəni burada ümumiyyətcə mübtədanı heç belə düşüncəmizə gətirmək belə mümkün deyil. Məsələn deyirəm ki, sənədlərə baxıldı. Baxıldı. Nəyə? Sənədlərə. Məsələyə diqqət yetirildi. Diqqət yetirildi nəyə? Məsələyə. Məsələn deyirəm ki, sağlamlığa önəm verilir. Önəm verilir nəyə? Sağlamlığa. Artıq siz bunların heç birində mübtəda görmürsünüz. Uşaqlar, şəkilçimizi gördük. Deməli, şəkilçimizi gördükdə biz sual verdik. Əgər cümləmizdə mübtəda varsa, siz ona məchul növ kimi yanaşa bilərsiniz. Və eyni zamanda biz subyektimizi, işi görənimizi gətirib cümləyə qoşma ilə də olsa bərpa edə bilirik. Bayaq dediyim nümunə, əkinçilər tərəfindən deyə bildim. Amma şəxsiz növ elə bir növdür ki, elə bir feildir. Biz artıq orada mübtədadan danışmaq nə kəlməcə onu düşüncəmizə belə gətirə bilmirik. Düşünün, sənədlərə baxıldı. Bura kim deyə nə isə əlavə eləmək olur? Baxıldı nəyə? Sənədlərə. Yəni əlavə eləmək mümkün deyil. Bu mümkün olan bir hal deyil. Daha sonra keçirəm qayıdış növə. Bu növdə dediyim kimi, şəxsiz də digərləri kimi yalnız və yalnız nədən əmələ gəlir uşaqlar? Yalnız və yalnız feillərdən yaranır. Keçək qayıdış növə. Qayıdış növdə də yenə eyni şəkilçini görürük. Amma burada tamam başqa bir məsələdir. Qayıdış növü. Aha. Qayıdış növdə də ıl, ın, n şəkilçilərini görürük. Sadəcə olaraq burada məsələ tamam başqadır. Burada subyekt bərabərdir obyekt. Bax, məchulumuzda mübtəda gəldi, subyekt kimi çıxış etdi. Şəxsizdə ümumiyyətcə bizim mübtədamız ümumiyyətcə iştirak eləmədi. Amma bizim qayıdış növümüzdə artıq subyekt, obyekt bunlar bərabər olur. Niyə? Subyekt işi öz üzərində görəcəkdir. Yəni, subyekt həm obyekt rolunda, həm də subyekt rolunda çıxış edir. Bunlara nəyə göstərəcəksiniz? Məsələn, işi biz necə öz üzərimizdə icra edə bilərik? Məsələn, deyirəm ki, qız darandı. Darandı. Kim qız? Dara. Dara. Daran. D isə bizim olacaq nə? Şöyle keçmiş zamanımız. Və yaxud da deyirəm, bəzəndi. Qız bəzəndi.
Aha. Bəzə sözün kökü, bəzən artıq qız özü özünü bəzəyib. Yəni burada işi görən də eyni adamdır. Üzərində iş icra olunan da eyni adamdır. Yuyundu, bəzəndi, məsələn gül açıldı, top atıldı və yaxud da dan yeri sökülür. Bu nümunələrin hər birində işi icra eləyən və üzərində iş icra olunan eyni adamdır. Eyni bir şeydir. Nəylərə diqqət eləməliyik uşaqlar? Bax, burada bəzən sizə deyəcəkdir ki, elə nümunələr var ki, həm biz onu qayıdış növdə düşünə bilirik, həm məchul növdə. Tutalım, yazıram. Özünüz məndən bərabər dedikdə otaq bəzəndi, bir də deyirəm qız bəzəndi. Aha. 2 dənə mən bəzəndi ifadəsi yazmışam. Bunun kimi, yəni sözləri yazmaq mümkündür. Bəzəndi nə otaq, bəzəndi kim? Qız. Uşaqlar, bax otaq bəzənəndə otağın əli ayağı yoxdur ki, gəlsin öz-özünü bəzəsin. Otaq kimsə tərəfindən bəzənir. Bəzən, bəzəndi. Aha, qız deyəcəksiniz ki, müəllim, bəlkə qız getdi hər hansı bir make-up artistin yanına, orada bəzəndi. Yəni hər hansı bir belə deyim də salona getdi, orada makyaj elədilər qızı. Xeyr, o şəkildə də düşünmək olar, onda məchul kimi düşünəcəksiniz. Digər bir nümunədə, məsələn, adi bir, belə deyək də, gündəlik bir prosesi gözünüzün qarşısına gətirirəm. Hər hansı bir universitet tələbəsi bir qızdır, evdən çıxır, bu qız saçını darayır, nə bilim, üzünə biraz əl gəzdirir, biraz özünü səliqəyə salır. Buna biz nə deyirik? Biz bəzəndi deyirik də buna. Bəzəndi. Yəni özünü biraz makyaj elədi, biraz özünün saçını səliqəyə saldı, üzünü səliqəyə saldı. Buna biz bəzənmək deyirik. Özü özünün üzərində icra elədi. Otaq bəzənəndə bunu kimsə elədi. Bu məchul oldu. Qız bəzənəndə, qız özü özünün üzərində eləyəndə bu qayıdış olacaq. Bir dəqiqə, səhv yazdım sözü, təzədən adını düzəldək. Deməli, bir dəqiqə. Aha. Öz-özünü bəzəyəndə olacaq qayıdış növdə. Amma dediyim kimi, qız salona gedib, kimsə onu bəzəyirsə, məchul kimi düşünə bilərsiniz. Burada da, yəni, sadəcə kontekst daxilində baxmalıyıq nümunələrə. Məsələn, yaxşı, başqa bir nümunə deyim ki, bizim üçün tam aydın olsun. Belə qarışıq ifadələr əmələ gəlməsin. Məsələn, deyirəm ki, tutalım, gül açıldı. Gül açıldı. Bir də deyirəm, qapı açıldı. Qapı açıldı. Açıldı. Aha, ikisində də nöqtədadır. Uşaqlar, gül açılanda biz gedib gülün ləçəklərini qopartmırıq, onu belə özümüz açmırıq. Yəni, ona heç kim toxunmur da. Biz baxırıq ki, gül yavaş-yavaş qönçə olur, sonra belə açılır, ləçəkləri daha da böyüyür. Yəni, gül açılmaq prosesi gülün öz üzərində icra olunan bir fəaliyyətdir. Qayıdış olacaq. Aha, bəs qapı açılanda qapını kimsə gəlir açır. Məsələn, çöldən kimsə gəldi, qapını açdı. Qapı artıq kiminsə tərəfindən açıla bilər. Gülün açılmağı özünün öz üzərində idi. Amma qapının açılmağı isə artıq kiminsə vasitəsindən oldu. Deməli, bu nə oldu? Məchul oldu. Yəni, bunları bu şəkildə fərqləndirin. Və yaxud da başqa bir nümunə deyirəm. Deyirəm ki, sizə hava tutuldu. Əskər irəli atıldı. Uşaq yuyundu. Qoca deyindi. Bunların hər biri necə olacaq uşaqlar? Bunların hər birini deyəcəksiniz ki, müəllim, bunlar qayıdış növdə olan feillərdir. Yenə də deyirəm, kontekst daxilində müxtəlif cür düşündüyümüz hallar ola bilər. Məsələn, deyirəm ki, uşaqlar, gülün ətri ətrafa yayıldı. Bax, gülün ətri ətrafa yayıldı. Belə yazıq da. Ətri yayıldı. Gülün ətri yazaq. Aha. Bir də deyirəm ki, xəbər ətrafa yayıldı. Mən sizə kontekst daxilində başa salıram. Yəni cümlələrin verilməsi tipindən. Yayıldı nə? Gülün ətri, yayıldı nə? Xəbər. Aha, ikisində də yayıldı fiili var. Biz necə seçək? Uşaqlar, gülün ətrini kimsə aparıb yaymır da. Yəni, gülün ətri, gül açılır, bayaq dediyim kimi, ləçəkləri açılır və ondan xoş bir meh ətrafa yayılır. Biz buna deyirik ki,
Bu öz üzərində icra olunur. Yəni özü özünün üzərində eləyir bunu. Nə deyirik buna? Qayıdış deyirik. Bir də var ki, xəbər yayılır. Məsələn, biz ikimiz nəyisə danışmışıq, bu sözü kimsə eşidib və gedib cəmaatın içərisində yayır. Xəbərin belə deyim də sizə, ayaqları yoxdur, ha getsin, qaçsın hamının yanına ki, bax, məni eşidin hamınız, məni bilin hamınız. Xəbəri kiminsə vasitəsindən yayırıq da biz. Kimsə sözü götürür, aparır, insanların arasında yayır. Deməli, bu prosesi icra edən yuxarıdakında gül idi. Gülün ətri öz-özünə ətrafa yayılırdı. Meh vurduqca ətrafa, belə deyək, səpilirdi, yayılırdı gülün ətri. Amma xəbərin ətrafa yayılması üçün xəbəri kiminsə aparıb yayması vacibdir. Kiminsə vasitəsini biz burada gördük, vasitə gördük burada. Deməli, bu olacaq hansı növ? Məhçul növ kimi dəyərləndirə bilərik. Demək, burada da məhçul növ kimi qeyd edə bilərik və yaxud da deyirəm, xəmir yayıldı. Xəmir yayıldı. Aha, yayıldı nə? Xəmir. Xəmir də kimsə yayır da. Xəmir bilirik necə yayırlar, nəsə bişirirlər ondan. Deməli, kimsə eləyə bilər. Anam tərəfindən yayıldı. Bacım tərəfindən yayıldı. Demək, burada da biz onu tərəfindən artırdığımıza görə məhçul kimi düşünə bilirik. Ümid edirəm, bunu da aydın oldu. Bunu da başa düşdük. Burada bir məqamı da sizə qeyd eləmək istəyirəm. Bayaqlar mən sizə bir məqam qeyd etdim. İlk, belə deyim də, dərsə başlayanda belə bir şey dedim sizə. Dedim ki, uşaqlar, biz mütləq şəkildə, əgər qrammatik məna növündən danışırıqsa, şəkilçini görməliyik. Daha sonra vəhdəti, məna vəhdətini görməliyik, yəni məna uyğun olmalıdır və yaxud da biz burada feildən yarandığını görməliyik. Bax, bizim bəzi nümunələrimiz var ki, onlara baxırıq ki, uşaqlar, onları biz heç cürə qaydışda düşünə bilmərik. Çünki onlar kökləri nədir? Feil deyil. Kök demirəm, yəni yarandıqları söz, başlanğıcları feil deyil. Məsələn, şadlandı. Deyirəm, ana şadlandı. Qız fərəhləndi. Uşaq dilləndi. Daha sonra başqa bir nümunələr nə kimi deyə bilərik, tutalım. Fərəhlənmək, şadlanmaq, daha sonra dillənmək, qəmlənmək. Aha, və sair bu qəlibdən olan sözlərimiz. Demək, siz bunlardan nəyə diqqət edirsiniz uşaqlar? Siz bunlarda nəyi qocaldı, bax o nümunəndə yazın, qocaldı, sulandı. Aha, sulandığını iki mənada düşünə biləcəyik uşaqlar. Mən burada məsələn deyirəm, armud sulandı. Sulan. Mən ağacın sulanmağından danışmıram, armudun sulanmağından danışıram. Onu nəzərdə tutub yazdım. Qoca, qocal, qəm, qəmlən, şad, şadlan, fərəh, fərəhlən, dil, dillən. Hər birində nə gördük? Gördük ki, adlardan əmələ gəlir. Demək, adlardan yarandığına görə biz onu qayıdışa yox, hara aid edəcəyik? Məluma aid edəcəyik. Bu məqam da yadımızda qalsın. Keçirəm hansı növə? Qarşılıq birgəlik. Bəs qarşılıq birgəlik növ necə yaranır? Qarşılıq birgəlik növündə bir xüsusiyyəti var uşaqlar. Qarşılıq birgəlik növdə hərəkət, iş ya qarşı-qarşıya icra olunmalıdır. Ya da ki, hərəkəti, işi biz birgə şəkildə icra eləməliyik. Gəlin yazaq bura qarşılıq birgəlik növ və şəkilçiləri. Birgəlik. Aha. Iş, iş, uş, üş. Səliqəli yazaq. Demək, iş, iş, uş, üş. Bir də hansı şəkilçi ilə yaranır? Ş şəkilçisindən yaranır. Məsələn, nümunə olaraq deyirəm sizə. Gəlin, verək, tutalım. Görüş. Məsələn, uşaqlar görüşdü. Yaz, yazış. Nə bilim, qızlar yazışdı və yaxud da başqa bir nümunə verək. Uşaqlar ağlaşdı. Ağlaşdı. Uşaqlar anası getdiyi üçün ağlaşdı. Hamısı bir yerdə başlayırlar ağlamaq. Və yaxud da quzular mələşdi.
Balaca quzuları gözünüzün qarşısına gətirin. Hamısı bir yerdə mələşirlər. Hamısı bir yerdə səs-səsə verib mələşirlər. Bunlarda işi ya qarşı-qarşı icra elədik, ya da birgə şəkildə icra elədik. Hər biri də feildən əmələ gəldi. Deməli, biz bunlara nə götürərik? Qarşılıq birgəlik növ kimi götürə bilərik. Burada da diqqət edəcəyimiz məqamlar var. Hansı sözlərdir? Deyirəm, qeydlərimizi götürək. Yarış, barış, daha sonra qarış. Xətt çəkim ki, yəni bunun buna dəxli yoxdur. Qarış. Daha sonra güləş. Daha sonra çalış. Daha sonra alış. Daha sonra, məsələn, başqa nümunə deyirəm, məktublar. Sonra vidalaş. Sözləş. Ondan sonra alışmağı dedik, məsləhətləş. Bu sözlərimizi artıra bilərik saylarını. Bunları biz məlum hesab edəcəyik. Məlum. Deyəcəksiniz niyə? Yarış kökdən ibarətdir. Barış kökdən. Şəkilçini görmürəm. Qarış şəkilçim yoxdur. Güləş, çalış, alış. Məktub isimdən yarandı. Məktublar. Vida isimdən yarandı. Vidalaş. Yəni bu nümunələrin hər birini gördünüz. Artıq siz buna deyirsiniz ki, müəllim şəkilçisi yoxdur. Götürə bilmərəm. Atıram hansı qrupa? Məlum qrupa. Müəllim adlardan yaranıb, feildən yaranmayıb. Atıram hansı qrupa? Məlum qrupuna. Bu qayda da yadımızda qaldısa, çox gözəl. Daha sonra keçirəm digər bir qaydaya. O qayda hansıdır bəs? O qayda isə bizim sonuncu icbar növümüzdür. Uşaqlar, sizə desək ki, subyekt bir bir neçə nəfərdən ibarət olduğu hansını götürə bilərsiniz? Siz qarşılıq birgəliyi, bir də icbarı götürə bilərsiniz bu dediklərimdə. Qarşılıq birgəlikdə siz artıq gördünüz ki, bir neçə nəfər yan-yana yaxınlaşır və onlar bir yerdə başlayırlar nəyisə icra eləməyə. Məsələn, deyirəm, itlər hürüşdü. Yəni 4 dənə, 5 dənə, 6 dənə, bəlkə də daha çox it bir yerə yığılır və başlayırlar bunlar hürməyə. Və yaxud da uşaqlar ağlaşdı. Körpə-körpə uşaqları da gözünüzün qarşısına gətirin. Anaları qoyur gedir. Harasa bağçadadımı, hardadımı və başlayırlar anasının arxasınca ağlamağa. Buna da nə deyəcəyik? Buna da deyirsiniz ki, artıq burada hərəkəti birgə şəkildə icra elədilər. Bir də bizim var icbar növü. Burada da bir neçə subyekt iştirak edəcək. İcbar növ. Bunun əlaməti hansıdır? Bunun əlaməti dır və dır şəkilçisidir. Bunlarda da yenə feildən yaranmaq, yenə şəkilçinin özünü göstərməyi, yenə məna bəhdətinin olmağı vacib şərtdir. Məsələn, deyirəm ki, mən məktubu yazdırdım. Bax, məktubu mən yazmamışam. Mən kiməsə vermişəm, kimsə yazıb. Mən məktubu Jaləyə yazdırdım. Mən inşaları, nə bilim, Əliyə yoxlatdım. Artıq işi mən görmürəm. Kiməsə gördürürəm. O kimsəni Əliyə, yönlük hal, Jaləyə, yönlük hal şəklində cümləyə bərpa edə bilərəm. Deməli, biz feilin üzərində özdə təsirli feilin, yəni kimi nəyə sualına cavab verən feilin üzərinə dır şəkilçilərini artırmaq yolundan yaradırıq. Yazdırmaq, güldürmək, məsələn, güldürtmək və yaxud da qazdırmaq. Məsələn, deyirəm, mən həyətimdə quyu qazdırdım. Özüm qazmamışam, kiməsə qazdırmışam. Burada da bəzi məqamlara diqqət eləməliyik. Burada da bəzən bizim sözlərimiz olacaq ki, dır şəkilçisini görürük, amma icbar növü hesab eləmirik. Məsələn, hansı sözlərdir? Güldürmək. Deyirəm, uşaq onları güldürdü. Uşaq hamını güldürdü. Gül, güldür, güldürdü. Deyirsiniz ki, müəllim, bu da xıdırdır, durdurur, etsiki görürük. Amma uşaq bu fəaliyyəti öz eləyibdə, başqasına eləmədi ki. Başqası eləmədi ki bu fəaliyyəti. Bəs mən başqasına elətdirmək üçün nə eləməliydim? Güldürt. Bax, bir dənə tını əlavə eləməliydim. Uşaq hamını
güldürtdü. Bu zaman deyərdim, siz deyəndə. Və yaxud da söndürdüm. Deyirəm, mən işıqları söndürdüm. Mən getmişəm, özüm söndürmüşəm. Mən işıqları yandırdım. Yenə də mən getmişəm, özüm yandırmışam. Başqa bir adama gərək duymamışam. Amma mən onu eləmək üçün nə etməliydim? Yandırdım, söndürdüm. Yəni üzərinə bir dənə tığ şəkilçisini bərpa eləməliydim. Bu şəkildə də yadımızda qalsın. Məsələn, yandırdım, söndürdüm sizə desə icbar növdürmü? Deyəcəksiniz, xeyr. Yandırdım, yandırdım. Söndürdüm, güldürdüm, sındırdım, çatdırdım, nümayiş etdirdim və s. Siz görürsünüz ki, bunların heç birini mən, yəni başqasını elətdirməmişəm, özüm eləmişəm. İşığı yandırdım, işığı söndürdüm, nə bilim, əlimdəki olan qabı sındırdım, özüm eləmişəm. Yeməyi qızdırdım, ocağı yandırdım, hamısını özüm elədim. Yəni kimsə eləmədi. Deməli, bunu mən nə kimi götürəcəm? Məna vəhdətim yoxdur. Məlum kimi. Feildən yaranıb. Şəkilçi də var. Amma ki, məna vəhdəti olmadığına görə mən onu məlum növə aid etməliyəm. Nə etməliydim ona mən bir dənə icbarlıq yaratmaq üçün? Belə eləməliydim. Bir dənə tını artırmalıyam. Yandırdım. Yandırdım. Yandır, yandırt, yandırtdı, yandırtdım. Bax, bu şəkildə göstərsək biz artıq icbar növün əlamətini yarada bilərik. Bunu da ümidvaram ki, başa düşdük. Bu bizim feilimizin qrammatik məna növləri. Uşaqlar. Feilimizin qrammatik məna növləri bu qədər. Ümid edirəm ki, siz bunu da tam şəkildə anladınız. Sağ olun, salamat qalın.